Salam dəyərli izləyicilərimiz, Masaz qəsəbəsinin çox gözəl bir yerində yerləşən sizə 2.3 sotda yerləşən 4 otaqlı evimizi tanış edəcəm. Evimiz gözəl. Böyle bu həyətin bu hissəsində ağaçları var, gül çəməyir var. Bütün evin sağına soluna gəzmək olur. Burada həyətdə sanitar qovşağıdır, tam təmirli, hazır vəziyyətdə. Evin əlavə bir otaq burada tikilibdir, bu da evə aiddir. Sadəcə olaraq qapısı çöldəndir, yəqin kira üçün nəzərdə tutublar. Amma istifadə eləməyiblər. Evimiz 110 kvadratdır. Kombisi, kuxnamebeli, tam yaşayışlı bir mənzildir. Və evimizin arxasında bu belə hazır. Tam hər tərəfi kosmetika olmuş. Kombisdir. Burada yerləşir. 13-14 ilə yaxındır. Bu evdə tam yaşayış var. Tam oturmuş bir evdir. Evimiz normal qiymətə satışa qoyulubdur. Həyətin rahatlıqla 2 maşın girə bilir. Bax gördüyünüz kimi həyətimiz budur. Bu köynə divan kızı çıxardılar yayda oturmaq üçün. Bax belə bir ərazidir. Bu qonaq otağından belə bir balkonlu çıxışı var. Bu da evimizin bu bir hissəsidir. Pəncərələr hamısı gördüyünüz kimi dəmir parmaqlarla bağlanıbdır. Evimiz harca 7-8 daş kürsüdür. 3 daş da yəni oradan düşürsən çünki həyəti qaldırıblar. Girişdə belə bir ayaqaltısı var. Burada yəni şkafda yığa bilərsiniz. Bunlar heç nə qoymayıblar. Girişdə belə bir qonaq otağımızdır. Evimiz qeyd ki 12-13 ilin evidir. Ola bilər hansısa divar kağızının biri pozula bilər. Balkona çıxış olan hissəsidir həyətimizə. Normal təmirdədir. Yəni bir dəqiq gir yaşa hazır bir evdir. Bu mənzilimizin mətbəxidir. Öz həyətinə pəncərəsi var. Sadəcə forska kimi qoyublar. Yəni istəsəz özünüz böyüdə bilərsiniz. Göz kimi komik xətti var. Normal bir evdir. Evimizin valideynlər üçün yataq otağıdır. Bu hissədə şkaf üçün nəzərdə tutulub. Bütün pəncərələr öz həyətinə baxır. Bizim hamam otağımızın girişidir. Geniş belə bir böyük hamam otağı var. Harasa bir 6 kvadrat belə bir ölçüdədir. Qeydim ki 13-14'ün evidir yəni. Sonra bu hissədə bir böyük yataq otağımızdır. Gediş kimi birbaşa həyətinə baxan pəncərəsidir. Qapının arxasında böyük şkafıdır. Otaqlar kifayət qədər ölçüsü genişdir. Qiyməti 95 manata təklif olunur. Yəni evdə də bəzi əşyalar yəqin ki ev sahibinə danışıb saxlaya da bilərsiniz. Əsas odur qiyməti mənə ev sahibi təklifi 95 manata satışı təklif olunur. Masazlıda yerləşir. Qurtuluş yaşayış massivi 3 mərtəbələr deyilən ərazidə. Burada 5 nömrəli məktəbdir. Bir də hədəf liseydir. Marşrutdur, bağçadır, parkıdır. Demək olar ki bütün yaşayış üçün hər bir şərait olan bir ərazidir. Qaz, su, işıq daimidir, mərkəzi kanal sistemidir. Hamısı mövcuddur. Ətraflı məlumat üçün əlaqə nömrəsi xatırladıram. 050 və 055 662 82 12. Bu nömrəni əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.